Bakıxanov qəsəbəsində yerləşən Novament klinikası barədə redaksiyamıza daxil olan şikayətlər əsasında araşdırma aparılıb. Vətəndaşların saxta həkim fəaliyyəti ilə bağlı müraciətlərindən sonra əməkdaşlarımız klinikaya pasient qismində daxil olaraq gizli çəkiliş həyata keçirib. Çəkiliş zamanı estetik həkim kimi təqdim edilən şəxsin əslində tibb bacısı olduğu üzə çıxıb. Araşdırma zamanı məlum olub ki, telefonla əlaqə saxlanılarkən özünü Sabrina kimi təqdim edən şəxsin əsl adının Səbinə olduğu müəyyən edilib. Klinika əməkdaşlarının həm telefon danışığında, həm də klinikada pasientlərlə ünsiyyəti zamanı onu həkim Sabrina kimi təqdim etməsi saxta həkim fəaliyyətinin məqsədli şəkildə gizlədildiyini göstərir. Maklerlik və pasient yönləndirmə sxemi. Qarşı tərəflə mövqeyi öyrənmək üçün əlaqə saxlanılarkən özünü SMM mütəxəssisi kimi təqdim edən şəxs faktiki olaraq maklerlik etdiyini etiraf edib. O, pasientləri həkim adı ilə fəaliyyət göstərən şəxslərə yönləndirərək bundan qonorar aldığını bildirib. Qeyd edək ki, kütləvi informasiya haqqında qanun tələblərinə uyğun olaraq məlumat dərc edilməmişdən əvvəl məsələ ilə bağlı qarşı tərəfə məlumat verilməli və mövqeyi dinlənilməsi mütləqdir. Lakin şəxslərin mövqeyini dinlədikdə, yalan danışmasını müəyyən edərək suallar verdikdə isə şəxs aqressiv və saxta fəaliyyətini qanuni sayaraq israrından vaz keçmədiyindən məsələni hüquq mühafizə orqanlarına ötürəcəyimizi də, buna hüquq qiymətinin dövlət qurumlarına verəcəyini də qarşı tərəfin diqqətinə çatdırılmışdı. Baş redaktora edilən təhdid zəngi hadisə ictimailəşdirildikdən sonra baş redaktorumuza naməlum nömrədən zəng gəldi. Zəng edən şəxs səhər onun yarısı səni şantajla bağlı narahat edəcək deyə xəbərdarlıq edib. Bu cür davranışın jurnalistin təhlükəsizliyinə və media fəaliyyətinə təzyiq kimi qiymətləndirilir. Daxili İşlər Nazirliyinə rəsmi məlumat verildi. Baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə məlumat verilib. Naməlum şəxsin təhdid zəngi və araşdırmanın qarşısını almağa yönəlirik. Cəhdlərlə bağlı tədbir görülməsini xahiş edilib.